Salam, xoş gördük, hörmətli izləyicilər. Tərlan Şallıq sarayının arxasında Saray qəsəbəsində 3 otaqlı evdir, 75 min manata satışa çıxarıldı. Amma bax belə balkonlu, qəşəng belə teraslı evdir, çox qəşəng səliqə-səhmanlı evdir, özü də kupçalı evdir. Evin də kupçası var, torpağın da kupçası var, qaz, su, işıq sayğacları var, kanalizasiyası mərkəzidir. Evdəki koridor, hamam, tualet, mətbəx istif oldu, qalanları radiatordur. Hara istif oldu, onun altı bütün tökmə betondur. İndi evi sizə göstərəcəm, baxın evə. Bax, bu həyətidir, görürsünüz, ağac yeri, bax, burada xüsusi ağac yerləri saxlayıblar, qəşəng torpaq da tökdülər ora. Bura mərkəzi kanalizasiyanın tərəfidir, hasarla. Bu da, bax, görürsünüz, kaydirokdur, bax, darvazanın üstündə belə kaydirok bağlanıb. Hasarların qıraqları belə, hamısı qabancıqlarından sokolun düzəldiblər. Tarsovkadır, evdə, hasarda. Çox qəşəng səliqəli evdir. Burada da padvalı var. 75 mindən indirim olunacaq. Bütün otaqlara keçmək üçün buradan yol qoyublar. Bütün otaqlar keçsin. Bu pilləkəndə tökmə betonda görürsünüz. Evimizin buradan da ara məsafəsi var. Bax belə, arxada da ara məsafəsi var. İndi evimizin özünü göstərim sizə. Baxın, 2, 3, 4, 5, 6, 7, tam etdə 8. 8 daş kürsülü evdir. Bax, belə bir balkonu var. Burada mətbəxin qapısıdır. Və mətbəxdən də bura birbaşa gəlmək olur. Bax, görürsünüz nə qəşəng, böyük bir balkondur. Burada oturub çaycan içməyə yaxşıdır ki, mətbəxə də yaxındır. Mətbəxdən elə çayları bir-bir qoyacaqsınız. Biz buradan gələk, koridordan tanış eləyək, ondan sonra oranı göstərəcəm. 75 min manatadır kupçalı evimiz. Saray qəsəbəsində Tərlan Şallıq evinin arxasındadır. Yəqin ki, bir 500-600 metr məsafəsi olacaq yola. Davam edək. Bir də izah edirəm. Bax, görürsünüz, keramikadır. Koridordur, hamam tualetdir, bir də mətbəxdir. Bunlar hamısı istifoldur. Qalanları radiatordur. Məsələn, bax, bu qonaq otağı radiatordur. Bax, bu qonaq otağıdır, yəni zaldır. Görürsünüz. Görürsünüz nə qədər TV-dən üçün yer düzəldilib, xüsusi televizoru qoymaq üçün xüsusi ramka olub, altı da bax belə şkaflardır. Görürsünüz, hamısı hazırlanıb, hazır vəziyyətdədir. Pəncərəsi də iri böyük pəncərədir, birbaşa öz həyətinə baxır. Qoy bunu tezliyim, qoşadaş kubiklə çilib, kurqavoy qoşadaşla çilib 40-ın 40-ından metridir. Kubikdən də sonra 20-nin 40-ından kəmər fırladılır. Sonra kondisionerin yeri oradadır. Bax, bu qonaq otağı idi, yəni zalı. Hələ mətbəxə baxın, mətbəxə baxın. Bax, bura mətbəxidir. Görürsünüz. Mebel arası keramika vurulub, qazı görürsünüz, bax, qaz xəttinə qədər çəkilib, hazır vəziyyətdə. Aspiratorun yeridir, kanalizasiyadır, bütün toklar hazırdır. Bir də izah edirəm, mətbəx də istif oldu, koridor da istif oldu, hamam tualet də istif oldu, otaqlar radiatordur. Buradan da bayaq sizə göstərdiyim balkon var, ha. Bax, buradan qəşəng səlqə ilə çıxmaq olur balkona. Çox yaxın məsafə olduğuna görə, ona görə düz mətbəxin qabağına qoyublar. Burada bir yataq otağıdır. Bax, görürsünüz, burada görürsünüz, işıqlar da qoyublar. Harada tombalar olacaq, onların üstündə işıqlar da qoyublar. Burada da bir yataq otağı. Bir yataq otağı da buradadır. Bax, belə. Bax, bu da bir yataq otağı. İndi sanitar qovşağına da baxaq. Bu da sanitar qovşağıdır. İstipol olmağına baxmayaraq, əlavə bir dənə də süşülkə üçün yer qoyulub, yəni istəsə süşülkada qoymaq olar ora. Bir də izah edirəm, Saray qəsəbəsində Tərlan Şallıq sarayının arxasında yoldan 550-600 metr məsafədə 3 otaqlı evdir, kupçalı evdir. Evin də kupçası var, torpağın da kupçası var. Nəqd satışlara yararlıdır, ipoteka da yararlıdır. 75 min manata satışa çıxarılıb, amma qiymətindən narahat olmayın. Ev sahibi özü çəkdik, özü də hal-hazırda buradadır. Qiymətində dedi, yaxşı endirim eləyəcəm, əsas odur, gəlib evə baxsınlar, qalanı burada danışarıq. Sağ olun.